yollardan küçük hayal. Zəhmət olsun. Yığılmış yollardan küçük hayal. Gören bu çöllerde kimin var mı? Ve felsefesini izah eden Eşq Olsun şeirinden bir bənd ilə başlamaq istəyirəm. Vətən sevmək günahdırsa, məni kafir hesab etsin. Çəkirsə üstümə hər kim qəmə, qəddara eşq olsun. Türkün bir sözü var. Deyər ki, bir yerli olmaq üçün o torpağın üstündə nəyim var? Yox. Onun altında kimlərim var, nələrim var önəmlidir. Bu məzarlıqda kimlərimiz var? Əzizlərimiz, yaxınlarımız, yoldaşlarımız, dostlarımız, kimləri bu torpağa tapşırdı? Hüzün və kədərlə, göz yaşı ilə və sonra yaslarım tutdu. Həftələrin, 40'ların, illərin, bəziləri unutuldu. Bir il tez, bir il geç. Ancaq biriləri var ki, heç bir zaman unutulmur. Yaddan çıxmır. Onların bizlərin ürəyində iz və zehnimizdə xatirə buraxanlardır. Və onların içərisində elə biriləri var ki, sadəcə bir-iki nəfərin ya bir qrup, ya ailələrin yox, bəlkə də bütün bir toplumun və bir ulusun yaddaşında qazılıb və əbədiləşiblər. Onlar öz həyat və ömürlərin xalqlarına həsr etmiş və həyatı boyları nəfəslərin elin nəfəsinə bağlamışlar. Elin kədəri ilə hüzünlənib və şadlıqları ilə şənləniblər. Və bir sözlə millət üçün yaşayıb və millət üçün olmuşlar. Rəhmətlik Döktür Zehtəbilər, Həsən Azərbaycan, Aşıq Cəfar və hələ qırxı çıxmamış Əziz Qurbəli, Çəngiz Bəxtiyar, Mühəndis Əmani, Rıza Qəfvari, Döktür Şəhabi, Döktür Heyyət, Döktür Fərzanə, Arəş Azad, Hacı Ahirisi, Döktür Şeyda, Döktür Sərdarniya,
ve Ali Təbrizli ve sair dostlarımız. Onlar bizim ürəyimizdə yaşayırlar. Ola bilsin ki, onların elə bir malı, mülki, mizi, idarəsi, məclisi, silahı, sursatı olmamış. Amma bir həqiqət var, o da bu ki, onlar həqiqi sultanlardır. Çünki onlar milletin gönlündə təxt salmışlar. Və milletin ürəyini fəth etmişlər. Elə o əbədiləşən insanların birinin birinci il dönümündə burada məzarı başında toplaşmışlar. Rəhmətli Həsən Azərbaycan incəsənət və ədəbiyyatçılar ona Həsən Dəmirçi deyirdilər. O dəmirçi təxəllüsü ilə şeir yazırdı və dəmirçi peşəsi ilə məşğul olurdu. Amma onun şeiri də, sazı da, işi də, elə yaşayışı da, hər bir varı və yoxu da Azərbaycan üçündür. Elə buna görə də xalq ona Azərbaycan adı vermişdir. Həsən Azərbaycan. Həsən Azərbaycan, Azərbaycan üçün doğdu, Azərbaycan üçün yaşadı, Azərbaycan uğrunda mübarizə apardı, Azərbaycan üçün oldu. Və bir il bundan əvvəl o tayı misali az görünən mərasimlə burada toprağa tapşırıldı. O, özündən sonra bir yol qoydu, bir məktəb bıraxdı. O məktəb eşq və sevgi məktəbidir. Vətən eşqi, millət sevdası, Azərbaycancılıq yoludur. Və bu yol bugün daha güclü, daha kəskin devam edir. Elə bu yolun davamçılarından olan və keçən il burada dəfn mərasimində bizimlə olan və bugün yersiz və həqsiz səbəblərdən duslaqlarda olan hörmətli Abbas Lisani bəy bugün burada yoxdur və yeri görünür. Umud edirik bu kimi işləri görənlər öz səhvlərin və bu işlərin nəticəsiz olduğunu başa düşsünlər və bütün zindanlarda olan dostlarımıza bir an öncə azadlığa qovuşsunlar. Rəhmətli Həsən Azərbaycana qəni-qəni rəhmət diləyir və sizlərin hər bir təşkilatçıdan zəhmət çəkib burada iştirak etdiyinizə görə təşəkkür edirəm. Və sözümü bir dahi Türk şairi Seydi Madəddin Nəsiminin şeiri ilə bitirirəm. Ey xəstə könül, dərdinə dərman tələb eylə, gər can diləyirsən, yeri canan tələb eylə. Ey bülbülü qudsi, nə giriftar qəfəssən, sındır qəfəsin, taze Gülistan talep eyle. Sağ ol. Dünya senin, dünya benim, dünya hiç kimin. Ama bu ne senin ne benim olan dünya elbette ki böyle insanların uğrunda baş eğecektir. Ta dünya var, insaniyet var ve insanlığa saygı duymak vardı. Üstad Həsən Ağa'nın yolu da inanır ki vardı. Türk ve Türk inancılarının kaynağı olan Oğuzname'de bir söz çekildi. Kainatın kuruluşunda birinci döneki güneş öz ışığını vurdu denize, suya. Bu ışıkta iki tür şuur yarandı. Birinci
şuur, dahilik, mədəniyyət, fərhəng, kültür şuuru oldu. Və Azərbaycan inanclarına, Türk inanclarına qeydəndə bu şuurun ən böyük təmsilçisi Dədəm Qorqud, Babam Qorqud oldu. Və bu şuurun o birisi qolunda bizim Koroğluluğumuz, yəni mübarizəmiz, bizim dayanışımız, bizim oyanışımız, bizim dirənişimiz dayanır. Və Koroğluluq qisməti də bununla təmsil oldu. Və bugün Azərbaycan, Güney Azərbaycan başda olmaqla İran türklərinin milli mədəni yollarına biz baxdıqda, bu yolun gerçəkdən də o Koroğluluq, yəni mübarizə qolunu Abbas bəy İsrani kimi və əzizlərimizin bir çoxu, Mustafda olanlarımızın bir çox təmsil etdiyi kimi bizim dahiliyimizi, bizim ululuğumuzu, bizim millətimizi milli məarifə götürənimizlə Ustad Həsən Ağa Dəmirçi oldu. Ustad Dəmirçinin ruhunun böyüklüyünün qarşısında baş əyib, hər birinizdən istəyirəm ki, deyəsiniz, Ustad, eşq olsun Ustad sənin yoluna. Ancaq mənim kimi bir öyrənizdə ki, həm ədəbiyyat öyrənisi və həm əziz ustadımızı, böyük ustadımızın öyrənisi sayılır. Bir yaxlıyaman şeir demək düşər, çox da oxuyub bulduğumuza. Vətən toprağımın ər oğullarım, al ulu qoynuna üzün ağ olsun, bizim üçün ölməyən Azərbaycandır, canımız min dönəm ona qurbandır, sil gözyaşlarını başın sağ olsun, and olsun Babəkin al bayrağına, bu vətən ocağının baş ocağına, dünyamız dönsə də qan çanağına, öldü var, döndü yox kutsal yolundan, yaslı ellərinin yapış yolundan, canını sıxsa da ayrılıq qalır, əliyib atmasın könlünün yağı, dikməsin bağrını əzizlər dalı, qəbirlər üstündə mülkün bitir, bir Həsən Ağa yerinə minlərin, milyonların yetir. Ulu Ustada rəhmət, sizə can sağlığı, əziz ustadın ailəsi, başı sağ olsun, başınız sağ olsun.